Çıxırsan, rədd edirsən filan filan. Bu bidətini rədd edirsənsə, bu qeybət sayılmır, bu gözəl əməllərdən sayılır. Amma şəxsiyyətinə toxunsan, rədd əsnasında Emil, rədd əsnasında toxunsan, dostlar harama düşürsən? Böyük günaha düşmüş olursan. Belə rədd olunmur. Bizdə çox təəssüflər olsun, görürük, şahid oluruq. Məsələn, mənim filan kəsə sözüm var. Demək istəyirəm ki, xavariclərin əməlinə müvafiq olmusan, bu təkfirçilərin fikridir. Şərəfsiz deyirəm, alçaq deyirəm, 77 sifət deyirəm, padoş deyirəm, üzr istəyirəm. Belə şeylər deyirəm, rədd edirəm. Bizdə bu moddur. İndi bu söhbət onunla gedir ki, get bax elm əhlinin verdiyi rəddiyələrə. Get bax elm əhlinin verdiyi rəddiyələrə. Emil, İbn Teymiyyə kimi firqələrə, şəxslərə rədd edən mən ikinci adam bilmirəm, tanımıram, qardaş. Açırsan kitablarını oxuyursan da kimlərə rədd etməyib? Raziyə rədd edib, Fəxruddin Raziyə. Şəxslərə rədd edib, tayfalara rədd edib. Rəddi o qədər mülayim, səlis, gözəl şəkillər rədd edib ki, insan şəxsiyyətə bir söz deməyib, hətta bəzi yerlərdə dua edib, deyir, Allah bağışlasın, Allah rəhm etsin, bu sözü deyib. Fikir ver, dua ilə yanaşı rəddiyəsi yerindədir. Demək istəyir ki, rəddiyə məqamı ayrı şeydir. Şəxsiyyət barəsində danışmaq ayrı şeydir. Burada tərifləyirəm, burada rədd edirəm. Amma yoxsa, məsələn, büdrüyü axsıyıb, təkfirçilərin yoluna müvafiq olub, qardaşım, söy getsin. Ağzından çıxan sözü deyil. Bu, sıravi müsəlmana yaraşmır. Adi müsəlmana yaraşmayan şeydir. Elm tələbəsi deyən adam, elm əhli, özünə mən elm əhliyəm deyən adam, bu həqiqi mənada ölümdür, biabırçılıqdır yəni. Çox təəssüflər olsun ki, bəzi özünə elm əhli deyən adamlar kiməsə rədd edəndə belə rədd edirlər. Bu nəyin göstəricisidir, Emil? Nəyin əlamətidir? Buğzun, həsədin, kinin. O qədər həsəd aparır ki, buğz edir, nifrət edir ki, rədd edəndə qəlbində olan bu kimi şeylər üzə çıxır, dilinə vurur.